Salam hörmətli izləyicilər. Bugünkü mövzumuz qızıl satışı ilə məşğul olan vergi ödəyicilərinin xərclərinin tanınması ilə bağlıdır. Bəzi vergi ödəyicilərində belə bir sual yaranır ki, biz vətəndaşdan alış aktı əsasında qızıl zinət əşyaları və məmulatları alırıq. Aldığımız bu qızıl məmulatlarını çəkilən xərc bizim tam olaraq xərcimiz sayılır və ya biz onu qismən xərc kimi göstərməliyik. Bildirmək istəyirəm ki, vergi məcəlləsinin 109.8-ci maddəsində bildirir ki, nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının qanununun 3.5-ci maddəsində göstərilən mallar, qızıl zinət əşyaları və ya qızıl zinət əşyalarından hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtonəqliyyat vasitələri istisna olmaqla digər malların vətəndaşlardan alışı və ya vergi ödəyicisindən kassa çeki vasitəsilə alışını yalnız 2% qədərini biz xərcimizdə göstərə bilərik. Bu o deməkdir ki, biz qızıl zinət əşyalarını vətəndaşlardan alış aktı ilə aldığımız zaman tam olaraq vergi məcəlləsinin 108-ci maddəsinə əsasən xərcimiz kimi göstərə bilərik. Yekunda bildirmək istəyirəm ki, fəaliyyət göstərdiyiniz sahə üzrə hüquq, vəzifə və öhdəliklərinizi bildiyiniz halda siz həmişə bir addım öndəsiniz. Bizi izləmədə qalın, sağ olun. Gələn görüşlərədək.